Dördüncüsü odur ki, enne fi nəşr ilm və təlim ziyadətü lehu. Dördüncü odur ki, həqiqətən elm yayan, elm nəşr olunmasında, elmin yayılmasında xeyirlərdən biri də nədir? İnsan elm yaydıqca onu artırmış olur. Fə ilmul alimi yezidu izə alləmən nəs. Alimin elmi yalnız insanlara öyrətdikcə artar. Yəni elm, bəzi adamlar elə bir ki, gündəlik yəni öyrənib məlumat yığdıqca elmi artır. Xeyr, əslində elm öyrətdikcə artır. Li'annahu istizkar lima hafiz və intifa lima lam yahfaz. Çünki onun yəni hifz etdiklərini xatırlaması və bilmədiyi də, hifz etmədiklərini də onun üçün açılması vardır. İnsan görsən danışır, 10 il bundan qabaq əzbərləyir, yadına düşür dərs əsnasında. Və bilmə, hifz etmədikləri onun üçün nə olur? Xatırlamış olur ki, bu şeyi bilmir. Təzədən onu öyrənməyə yönəlir. Necə ki, şair buyurur, Yəzidu bi kəsrəti infaq minhu, yəni çoxlu infaq etməklə o elm artar. Və yanqusu in bihi kəffən şəddətdəhu, yəni azalar sən onu tutub saxladıqca, özündə bərkitdikcə, özünlə kifayətləndikcə elm azalar. Yəni elmi azalan səbəblərdən nədir bilir? İnsanlar arasında yayılmaması. Əslində yayılmağında elm artır.